Bir mıx, bir nalı, bir nal, bir atı, daha sonra isə bir at, bir igidi saxlayır deyirlər. Təbii ki, əgər atın yəhəri yaxşı olarsa, igidin başı qalda olmaz. Bugün sizə qədim sənət növlərindən sayılan sərracılıqdan söz açacağıq. Sərraclıq qədim sənət olmasına baxmayaraq az adam tapılar ki, bu peşənin arxasınca getsin. Usta deyir ki, sənətkar gərək sənətini sevə-sevə işləyə, yoxsa o sənətdə heç bir yenilik edə bilməz. 40 ilə yaxındır yəhər hazırlamaqla məşğul olan Baba Eyvazov da belə sənətkarlardandır. Usta deyir ki, ümumiyyətlə yaxşı yəhər hər bir atın belində istifadə oluna bilər. İstər Qarabağ atı, istər ərəb atı, istərsə də ingilis atı. Ancaq yəhər yaxşı hazırlanmazsa, o yəhər atın belini vura bilər. Yəni atı incidə bilər. Peşəkar yəhər ustası olan Baba Eyvazovun sözlərinə görə, yəhəri hazırlayan usta əgər naşıdırsa, yəhər yığılanda elə şəkildə yığılmalıdır ki, görürsünüz, bunun qabaq hissəsi yığcam olmalıdır, arxa hissəsi açıq olmalıdır. Çünki atın arxa hissəsi açıqdır, qabaq hissəsi nazik olur. Qarabağ, Müsəlman, Çərkəzi, Qaşlı və Xan yəhəri. Bu məşhur yəhər adları 13 yaşından bu sənətlə məşğul olan Baba Eyvazovu sevdiyi bu sənətlə peşəkar edib desək, yanılmarıq. Paytaxtda demək olar ki, yeganə yəhər ustası kimi tanınan Baba Eyvazovun hazırladığı yəhərlərin sorağı qonşu Gürcüstana kimi də gedib çıxıb. Bu yəhərdən əlavə mən yügənlər cürəbəcür bir 20-yə yaxın yügən növü yığıram. Usta bildirir ki, sərraclıq sənəti ona ata-babadan qalma bir sənət. Çünki onun atası və babası Bakı kəndlərində yeganə yəhər ustaları olublar. Artıq Baba ustanın 15 yaşlı oğlu Məhərrəm Eyvazov da bu sənətə yiyələnib. Baba usta deyir ki, Respublikanın bütün rayonlarından yəhər sifarişi verənlər olur ona. Bir yəhəri hazırlamaqda isə 5 gün vaxt getməsinə baxmayaraq hazırlanan əl işləri də alıcıların ürəyincə olur. Məşəd babaya sifariş verdim. Hələ gəldim, hələ öz istədiyimdən də artıq yəni ki, alınıb, çox gözəl alınıb. Pis torpaq yoxdur deyirlər, pis əkinçi var. Bu ifadəni peşələrə də şamil etmək olar. Sənətinin peşəkarı olanlar həm sənəti hörmətləndirir, həm də güzaranlarını xoş edirlər. Sənətimizin peşəkarı olaq, işimiz bəyənilən, günümüz isə xoş olsun. Rəşad Vəkiloğlu, Qurban Qurbanov, Aysə Bomutlu, Space.